Avropa Komissiyasının Ermənistana ayırdığı 50 milyon avroluq yardım paketinin ilk hissəsi 34 milyon avro artıq İrəvana göndərilib. Rəsmi Brüssel bunu Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsi və Rusiyadan iqtisadi asılılığın azaldılması ilə əsaslandırır. Xüsusilə yardımın Kremlin tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkən özəl sektorun dəstəklənməsi üçün göndərildiyi deyilir. Lakin qərar regionda fərqli suallar doğurur. Xüsusilə də uzun illər işğalın nəticələri ilə üzləşmiş Azərbaycanın fonunda Avropa İttifaqının bu addımı ikili yanaşma kimi qiymətləndirilir. Məsələnin maraqlı tərəfi odur ki, rəsmi Bakının gəldiyi qənaət tək bu məqamla bitmir. Avropa İttifaqından gələn bir neçə addımlar bu düşüncəni formalaşdırır. Məlumdur ki, Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına buraxılması məsələsində Avropa İttifaqı daim negativ mövqe tutub və bunu Avropalı istehsalçıların bazar rəqabət qabiliyyətinə mənfi təsir göstərəcəyi ilə əlaqələndirib. Buna baxmayaraq, Ermənistan məhsullarının Avropa bazarına qeyd-şərtsiz çıxışı təmin edilir. Bu isə ikili yanaşmanın növbəti təzahürü kimi dəyərləndirilir. Digər maraq doğuran məqam odur ki, bütün bu addımların əsas müəllifi Avropa Komissiyasının sədri Ursula von der Leyen'in şəxsən özüdür. Məsələni analiz edən ekspertlər hesab edirlər ki, Avropa İttifaqının son illərdə Ermənistana münasibəti geosiyasi maraqlarla bağlıdır. Brüssel Cənubi Qafqazda öz təsir imkanlarını artırmağa çalışır və Ermənistan bu strategiyanın əsas elementlərindən biri kimi görünür. Bu səbəbdən də bəzi qərarlar iqtisadi məntiqdən daha çox siyasi məqsədlərlə izah edilir. Ekspertlər digər bir məqama da diqqət çəkirlər. Azərbaycanın əraziləri 30 ilə yaxın işğal altında qaldığı dövrdə Avropa İttifaqı tərəfindən bənzər həcmdə iqtisadi təşviq paketləri təqdim edilməyib. Halbuki işğal nəticəsində ən böyük iqtisadi və humanitar zərəri məhz Azərbaycan yaşayıb. Bu baxımdan Ermənistana ayrılan maliyyə dəstəyi region ölkələrinə münasibətdə balanslı siyasət məsələsində ikili yanaşmanın olduğunu yenidən gündəmə gətirir. 30 il ərzində bizim torpaqlarımız Ermənistan tərəfindən işğal olunduğu zaman Avropa İttifaqı yalnız danışıqlarla məşğul oldu və heç bir əməli addım atmadı. Vətən müharibəsindən sonra torpaqlarımız işğal azad olunduqdan sonra da dağıntıların miqyası nə qədər dəhşətli olmasına baxmayaraq Avropa İttifaqı Azərbaycana yardım edilməsi məsələsində çox mühafizəkar mövqe tutur və bu məsələni gündəmə gətirmək marağında belə deyil. Bütün bunlar Prezident İlham Əliyevin söylədiyi kimi bölgədə ayrıcı xətlərin çəkilməsi təşəbbüsündən və cəhdlərindən irəli gəlir. Bəzi analitiklər bütün bu amillər fonunda Avropa institutlarında erməni diaspor və lobbi şəbəkələrinin təsir imkanlarının da nəzərə alınmalı olduğunu bildirirlər. Məhz Ermənistanla bağlı qərarlarda siyasi simpatiyaların artması da bu amillə izah edilir. Xüsusilə ekspertlər ermənipərəst Okamponun Avropa İttifaqına təsir imkanlarının olduğunu istisna etmirlər. Bu isə Cənubi Qafqazla bağlı qərarların obyektivliyi barədə müzakirələri gücləndirir. Beləliklə, Brüssel Ermənistana iqtisadi yardımın regionun sabitliyinə xidmət etdiyini bəyan etsə də, Azərbaycanda bu qərar daha çox ikili yanaşma kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, Avropa İttifaqı regionda etibarlı tərəfdaş obrazını qorumaq istəyirsə, yanaşmalarında eyni standartları tətbiq etməli və balans prinsipinə daha çox önəm verməlidir. Zeynəb Müzəffərli, Könül Ərşadlı, Real.